Hər kimin xoş əxlaqı var, o Peyğəmbərə oxşur. Xoş əxlaqlı olmaq. Bizim bir çoxumuz necəyik? Biz qırağa qarşı yaxşıyıq, görsən özümüzünkinə qarşı pis oluruq. Gəlirik məsciddə məsələn əxlaqlı oluruq, evdə gedirik başqa cür insandır. Görsən birini zahirən həmişə mömin kimi tanımısan, əxlaqlı, sakit, təvazökar, amma bir də görsən, eşidirsən, deyir bu evdə bilirsən necədir. Evdə elə bir dənə Əzrail gəlib evə. Məsciddə heç bu belə deyil. Təvazö tökülür bunun əməllərindən. Bəzimiz beləyik, məkanına baxırıq, yerinə baxırıq. Orada necə olur, burada necə olur. Məscidə gəldi bir başqa cür təvazökardır. Əxlaq bu deyil ki, sən kimsə sənə baxır özünü yaxşı aparasan. Bu əxlaq deyil. Əxlaq budur ki, sən bilirsən ki, Allah mənə baxır özünü yaxşı aparırsan. Bu əxlaqdır. Eşitmişsiniz, Müqəddəs Ərdəbili bir ömür məsələn ayağını uzatmayıb yatanda. Can verəndə deyirlər, yox da indi şəriətin hökmü budur, səni özü qibləyə uzatmaq lazımdır. Deyir, ilahi, sən şahidsən, mən özümü tanıyan gündən ayağımı uzatmamışam qibləyə tərəf. İndi bugün sən bunu demisən, belə tapşırmısan ki, belə olmalıdır, uzadıram. Mən demirəm, bu hələ bizim üçün çoxdur. Mən demirəm, biz gedək belə olaq. Amma belə olanlar da var, ora üçün yaşamaq lazımdır. Demirəm, bu gündən gedək o əməldən başlayaq. Müqəddəs Ərdəbili birinci gündən ondan başlamayıb, nələrdənsə başlayıb, gedib sonra ora çatıb. Biz bəzən tələsirik, gedirik, Arifin ən axırıncı elədiyi əməli birinci eləyirik biz. Arif onu neçə ildən sonra eləyib. Biz heç nə müqəddimə düzəltməmiş, özümüzü düzəltməmiş, vacibləri, haramları tərk eləməmiş, ən yuxarı həddəki müstəhəbləri istəyirik eləyək. Ona görə də çox çəkmir. 3 gün, 5 gün, 1 ay, 2 ay, sonra görsən hamısı getdi. Xoş əxlaqlı olanlar Peyğəmbər buyurur, mənə oxşuyurlar. Allah xoş əxlaqlı olanları sevir, bəyənir. Peyğəmbər insanları nə ilə cəzb elirdi? Peyğəmbərin pulu var idi, versin pulu ilə cəzb. Peyğəmbərin pulu yox idi ki. Yaşayışını məndən yaxşı bilirsiniz necə yaşayıb. Peyğəmbər əxlaqı ilə cəzb elirdi insanları, özünə aşiq elirdi, əxlaqı ilə. Yox, qışqırır, bağır. Zahirən birinci təbliğat eləyirik, sonra 10 dəqiqədən sonra biraz qəbul eləmir, inkar eləyir. Hövsələmiz çatmır, başlayır qışqırmaq üstünə. Qışqıracaqdın da nə təbliğ eləyirsən ki? Sən güya təbliğ eləyirsən, 10 dəqiqəyə bütün möminin də xüsusiyyətlərin, İslamı da onun gözündən elə salırsan ki, ondan sonra bəlkə də mahaldır kimsə onun imana gətirsin. Hövsələmiz çatmır, 10 dəqiqə birinin nazı ilə oynayaq. 1 saat nazı ilə oyna, 10 gün nazı ilə oyna, get, gəl, qoy inkar eləsin. İstəmirik elə bil Peyğəmbər xüsusiyyətində. Peyğəmbər necə idi ki, Peyğəmbəri daşlayırdılar, Peyğəmbər dedi, ilahi, bunlara əzab vermə. Bunlar cahildilər, bunlar nadandılar, bunlar bilmirlər nə edirlər. Bu oxşamaqdır Peyğəmbərə. Birinin pulu yoxdur, İslama xidmət eləsin, eybi yox, nə olar, pulu yoxdur. Əxlaq ki, pulla deyir, gözəl əxlaqlı olsun. İslama bu cür də dəyər vermək olur, İslama bu cür də xidmət eləmək olur. Peyğəmbər cəzb elirdi belə insanları.